Kim ki şəhidlərimizin ailəsinə dəyər verir, qazilərimizə dəyər verir, Allah onları qorusun. Onlar sağ olsun. Onlar müəllim həqiqətən sağ olsun, var olsun, çox sağ olsun. Və bayaq deyirsiniz, bu Xan kəndində bayraq ucalanda Səmayana 700 ananın qarşısında 700 ana rəvəydi. Bütün ucqar kəndlərdən, rayonlardan 700 ananın iştirakı olan tədbirdə çox gözəl bir çıxışı oldu. Anar mən bugün Səmayana deyirdi, çox gözəl çıxış elədiniz. Bu video baxıb Anar müəllim. Necə dediniz orada? Hansı ki barmağını şey dedilər ki, gəlib Bakını alırıq deyənləri Cənab Prezident qollarını bağladı, Bakıya gətirdi. Və onlar indi Bakıda yəni içəridədirlər, qurban içəridə. Yəni mən dedi, Cənab Prezidentə təşəkkür edirəm ki, çox sağ olsun. Və sağ olsun Heydər Əliyev fondu öz üzərinə götürüb. Anar müəllim bir daha təşəkkür edir ki, vəsilə oldu, sağ olsun, Allah razı olsun. Leyla xanımdan, Arzu xanımdan, Elma xanımdan və bizim Kamran qardaşımız kimi digər qardaşlarımız da var. Yəni siz sağ olun ki, mən sizə təşəkkür edirəm. Onların adlarını verirsiniz bizə. Hər görüşdə onlar da gəlir. Səhər sizə təşəkkür edirəm. Çox sağ olun. Heydər Əliyev fondunun dəstəyi ilə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda hər iki gözünü itirmiş Kamran Baxışlıya implant gözlər yerləşdirilib. Olmamasıdır Kamran. Fonduna, Cənab Prezidentinə, Anar müəllimə, Leyla Əliyeva və Arzu xanıma təşəkkür edirəm ki, yəni belə deyirlər, bu cür qardaşlarımızı, döyüşlərimizi təbii ki, olan o qədər işləri var ki, bugün bu bir vasitə oldu. Orada Arzu xanım, Leyla xanım gördü bu qardaşımızı orada. Təzəlicə dönmüsən əməliyyatdan və dedi ki, balamızı ziyarət edin. Sağ olun, hər bir səmən olsa, İlham müəllim. Allah can sağlığı versin, uzun ömür versin. Allah ürəklərin arzularını versin. Biz bu dünyada Bu münasibətlə qazimizin evinə baş çəkilib. Ziyarətdə milli qəhrəman şəhid general Polad Həşimovun anası Səmayə xanım, şəhid Natiq Verdiyevin anası Səyyarə xanım, Mənim oğlum qəhrəmandır layihəsinin rəhbəri Cəlal Qurbanov, Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya oyunlarının mükafatçısı 3 qat dünya çempionu Hacı Əliyev, xüsusi təyinatlı qüvvələrin qaziləri də iştirak ediblər. Ziyarət zamanı azyaşlı muğam ifaçısı Hüseyn tərəfindən Xudayar təsnifi ifa olunub. Dumanlar qarşımda dastana döndü, dastana döndü. Xəzər dənizi tək eşqimlə coşdum, xülyalar içində sanki bihuşdum. Xəzər dənizi tək eşqimlə coşdum, xülyalar içində sanki bihuşdum. Qazimiz Kamran Baxışlının ailəsi və doğmalar adından Heydər Əliyev fonduna, fondun birinci vitse-prezidenti Leyla Əliyeva və icraçı direktoru Anar Ələkbarova təşəkkür edilib. Tədbirdə, Səmayana da oradaydı o tədbirdə. Elə Arzu xanımla Leyla xanımla görüşdüm, gül dəstəsi təqdim elədi. Oradan sonra mənə maraqlandılar, heç xəbərim olmadı. Sabahın dedilər ki, sənə maraqlanıblar. Sənə sağ olsun ki, sizlər sağ olun, sizlər sağ olun. Mən səyyarlarım, bütün anaları təşəkkür edirəm. Maraqlandılar, elə elə göndərdilər, sağ olsun. Anar mənim sağ olsun. Anar mənim. Layihələr edir. Operativ. Razı olsun. Bir ayın içində 2000 şəhid anası iştirak edir. Hələ belə olmamışdı bizdə.